Salam əziz abituriyentlər, bugün loqaritmik funksiyalardan belə bir sualın həllinə baxacaq. 2019-cu ildə ikinci qrupların qəbul imtahanına düşüb. Demək ki, surətimizdə loqaritma 2 əsasından 24 vurulsun. Məxrəzdəki loqaritma 48 əsasından 2-ni tərsinə çevirsək, vurma kimi yazarıq loqaritma 2 əsasından 48 çıxılsın. Eyni ilə digər kəsirimizdəki loqaritma 2 əsasından 96 vurulsun. Məxrəcimiz yenə tərsinə əsasla yerini dəyişsə 2 əsasından 12 olmuş olur. Bu da bərabərdir. Loqaritma 2 əsasından 24-ü loqaritma 2 əsasından 12 üstəgəl loqaritma 2 əsasından 2 şəklində parçalasaq vurulsun. 48-i də eyni ilə loqaritma 2 əsasından 12 vurulsun loqaritma, daha sonra üstə gəlinsin loqaritma 2 əsasından 4 şəklində parçalasaq çıxılsın. Loqaritma 2 əsasından 96-nı da loqaritma 2 əsasından 12 üstə gəl loqaritma 2 əsasından 8 vurulsun loqaritma 2 əsasından 12 şəklində yazmış oluruq. Buradan da bərabərdir. Loqaritma 2 əsasından 12 olduğu kimi qalsa, loqaritma 2 əsasından 12. Və yaxud da loqaritma 2 əsasından 12-yə bir dənə t deyək, işimiz rahatlaşsın. Deməli, loqaritma 2 əsasından 12 t desəm, bizim onda loqaritma 2 əsasından 12-miz oldu t, üstə gəl loqaritma 2 əsasından 2-miz oldu 1, vurulsun. Loqaritma 2 əsasından 12-yə t demişdik. Üstə gəlsin. Loqaritma 2 əsasından 4-də qiyməti bizə verir 2-ni. Çıxılsın. Loqaritma 2 əsasından 12 t idi. Üstə gəlsin. Loqaritma 2 əsasından 8-imiz bizə verir 3-ü. Vurulsun. T şəklində almış olur ifadəmiz. Mötərizələri vurub atsaq. Onda t-ni t-yə vuranda olacaq t-nin kvadratı. T-ni 2-yə vursaq olar üstə gəl 2t. 1-i t-yə vursaq olar üstə gəl t. 1-i də 2-yə vursaq olacaq üstə gəl 2. Çıxılsın. Buradakı ifadəni də t-yə vurub atsam, çıx t kvadratı, çıx 3t şəklində olmuş olur ifadəmiz. Buradan da bərabərdir. T kvadratlarımız eyni işarəli, əks işarələr olduğuna görə t kvadratdan t kvadrat çıxanda getdi 0-a. T 2t'miz olur 3t. Burada da 3t'miz olduğuna görə bunlar da getdi 0-a. Demək yerdə qaldı bizim 2. Yəni cavabımız olur 2.